qara üzüm, qara qarağat, yaxud da qırmızı rəngli şeylər. Ümumiyyətlə, tünd rəngli, rəngbərəng qidalanma, qırmızı soğan özü də bura aiddir. Bunlar beyin üçün faydalıdır. Okey, bununla razıyıq. Amma dediyim 3 nöqtəyə, 3 nüansa diqqət etməzsən, nə yeyirsən ye, faydası olmayacaq. Ona görə də gəl indi keçək hansı nüanslardır. Əvvəla birincisi təzyiqdir. Təzyiq çox önəmlidir. Normalda insan bədənində adətən qəbul görülmüş normaya görə təzyiq 120-nin 80-i olur. Bu yaşla bağlı dəyişə bilər. İnsanın xarakteri, daha doğrusu bədəninin xüsusiyyətinə bağlı olaraq dəyişsə də, əsasən qəbul olunmuş normativ budur. Və təzyiqin bu həddə də saxlanılması çox önəmlidir. Düzdür, yaşa bağlı olaraq təzyiqdə müəyyən dəyişilmələr yaranır. Amma siz gənc yaşlardan artıq yüksək təzyiqlə gəzirsinizsə, bunu etməməyinizdə tövsiyə edirik. Çünki beyin birbaşa damarlarla əhatə olunmuş